Növbəti biz siyahıda yuxarı gün, günəş mənasına gələn qavramlar ilə yaranan ünvanlara, titullara baxacağıq. Bunlardan elə ilki baş sözüdür. Baş sözü günümüzdə də hələ işlənməkdədir və Firidun Zəlilovun da kitabında göstərdiyi kimi, məsəl üçün başbuğ sözü, onbaşı, yüzbaşı, qocabaş, elbaşı, basel, Yunan qaynaqlarında keçən rəhbər mənasına gələn ad və baskam Firidun Zəlilov tərəfindən müəyyənləşdirilmiş adlardır. Və bunun paralelində mən həmçinin göstərirəm ki, baş ər sözü formalaşmışdır. Və baş ər daha sonra bizim qarşımıza padar boylarının adı kimi çıxır. Və həmin o padar sözü əslində baş ər, yəni hansısa baş ərin o topluluğu yaratmasından sonra o boya verilmiş addır. Və xatırladım ki, Kazaq türklərində hələ də belə bir qarğış var. Görüm sənin padarın lənətə gəlsin. Yaxşı, padar sadəcə olaraq bir boyu ifadə edirsə, sənin padarın lənətə gəlsin nə ifadə edir? Amma baş əri bir rəhbər, ağsaqqal kimi düşünəsi olsaq, qarğış tam yerinə oturmuş olur. Kazaqlar nə demiş olur? Sənin baş ərin lənətə gəlsin. Və biz eyni ilə baş sözünün qarşımıza baş saq kimi çıxdığını görürük. Biz Şahnaməyə baxsaq, Alpertunqanın, Əvrasipin atasının adının Pəşəngi olaraq, Avestada isə Pesak olaraq yazıldığını görürük. Sən demə, Alpertunqanın, Əvrasipin atasının adı nə imiş? Baş saq deməkmiş. Və eyni ilə biz baş və asur sözlərinin birləşməsindən asurbaş sözünün yarandığını görürük. Asur nədir? Mən əvvəlki söyləşilərdə qeyd etmişdim ki, türklər ilk 3 boydan as, su, ur boylarından formalaşıb və burada olan as və ur boylarının birləşməsindən daha sonra asur və onun tərs kombinasiyası kimi araz boyları formalaşıb və həmin asur xalqını qurduğu dövlətə daha sonra asur bodun deyiblər və asur bodunda sının tılaşması ilə aturbodun və d səsinin yılaşması, cılaşması ilə Azərbaycan sözü formalaşıb. Yəni, dolayısıyla mənbələrdə göstərilən Atropatena, Asurbodun və Azərbaycan sözü eyni sözdür və onun əsl kökü Asurbodundur və Asur xalqı deməkdir. Və bu arada qeyd edim ki, bodun sözü türk dillərində xalq mənasına gəlir. Həmçinin bodun sözündən bütün sözü var. Həmçinin bədən sözü var və həmçinin vətən sözü var. Vətən sözünü dilçilər ərəb dilinə aid edir. Lakin bu v keçidi ilk dildə olan qanuna uyğunluqlardan biridir. Yəni b, v, p keçidi bu 4 səs arasında mümkün haldır. Və elə bu səbəbdən də haşiyə çıxaraq bunu da deyim, biz Ökbatan sözünün Midiyanın paytaxtı olaraq qarşımıza çıxdığını görürük. Ökbatan, ök əski türk dilində tanrı sözünün sinonimidir. Batan sözü isə xalq, vətən mənasına gələn bir sözdür. Burada batan yerin batmasına ifadə edən feil deyil və Ökbatan imanlı xalq, imanlı vətən deməkdir. Mövzumuza qaydası olsaq, eyni ilə asurların başı mənasında da asur baş, orada sıların tılaşması ilə biz atropat adının olduğunu görürük. Yəni, Silevki zamanında olan atropat hansısa bir şəxsin adı deyil, asurların başı, rəhbəri mənasına gələn sözdür. Və eyni ilə Firidun Zəlilov haylardan danışarkən qeyd edir ki, haylar daha sonra türk məbədini özlərinə məbəd etdi və qədim mənbələrcə məlum olur ki, burada bir baskamdan söhbət gedir. Və Firidun Zəlilov qeyd edir ki, bu baskam əslində baş kam deməkdir. Və dolayısıyla demək ki, oradakı baskam baş kam deməkmiş. Və bundan maraqlısı bilirsiniz nədir? Həmin baskamın tərs kombinasiyası bizim qarşımıza nə cür çıxmalıdır onda? Kam başı. Turan qardaş danışırdı Midiya dövlətinin yaranması haqqında. Onu indi ayrıca izahını verəcəm. Amma burada demək, 2-ci Kirin atasının adı Kampiz olub. Kampiz əslində bilirsiniz nədir? Kampiz əslində qan başı deməkdir. Yəni ki, necə ki, ermənilər başqam sözünü basqam kimi yazıb və onu da mənasını bilmədiyindən təhrif eləyib, haylaşdıra bilməyib, Allahdan gəlib günümüzə çıxıb və eyni ilə
Baş kamın tərs kombinasiyası kimi də qarşımıza kambaş sözü çıxır ki, o da İkinci Kirin, yəni Böyük Kirin atasının adı Kambis kimi çıxır. İndi Böyük Kirin atasının adı niyə Kambis imiş? Bunu düşünək, qarşıda buna değinəcəm. Və eyni ilə biz Başqam sözünün ermənilərdə bir məbəddə türk rəhbərini ifadə edən bir titul olduğunu görürük. Və bu arada onda düşünün ki, Albaniyanı quran Vaçakan adı nə deməkdir? Vaçakan adı haqqında müəyyən fikirlər var və bunun təhlilini verənlər özləri də bunun tam izah olmadığını qeyd edir. Və Vaçakanlar Ərsaq sülaləsidir. Firidun Cəlilov yenə 9 bitik kitabında ərsaqların türk olduğunu, Sak türklərinə aid olması haqqında danışıb. Və mövzumuz birbaşa bu deyil, bunu danışmaq istəmirəm və bizim qarşımıza Alban dövründə 1-ci əsrin ortalarında yaşayan 1-ci Cəsur Vaçakan və daha sonra ən məşhuru olan 487-510-cu ildə yaşayan Mömin Vaçakan adı ilə qarşımıza çıxan 3-cü Vaçakan olmuşdur. Demək ki, bu Vaçakan da yenə əslində Başkam adından başqa bir şey deyil. Və biz bilirik ki, Ərsaqlar ilə Sasanilər arasında daim bir mübarizə var idi. Sasanilər onları Fars otpərəstliyinə keçirtməyə çalışırdı. Lakin Ərsaqlar ilk imkanda icə çalışırdı ki, bu otpərəstlikdən imtina etsin və elə bu səbəbdən də onlar o dövrün məqbul dini olan xristianlığı seçmişdi. Və eyni ilə biz Ərsaqlardan danışmışkən, gəl Albanlarda növbəti sülalənin adına baxaq. Növbəti sülalənin adı Mehranilər sülaləsidir və onun da ən məşhur hökmdarının adı Cavanşirdir. Mehranilər nədir? Dilçilərə, tarixçilərə görə Mehran sözü Fars dilində olan günəş sözündən götürülüb və burada Mehranilər sülaləsi yaranıb. Tarixçilərin bir qismi Mehraniləri Fars əsilli olduğunu iddia etməyə çalışır. Lakin növbəti bir qism isə qeyd edir ki, əslində Mehranilər Parfiya dövlətinin qurucusu olan 7 əsas tayfadan biri olmuşdu. Sasanilər zamanında Sasani şahı onları məhv etməyə çalışdıqda 591-ci ildə Mehrani öz 30 minlik sülaləsini götürərək Qafqaza gəlib Girdiman vilayəti ətrafında öz dövlətini qurmuşdu və bu beləliklə Mehran sülaləsi davam etmişdi. Yaxşı, Mehranilər nə deməkdir? Mən indi bunu Kam titulu ilə bağlı danışdıqda qeyd edəcəm. Yaxşı, Kam nə deməkdir? Artıq qeyd etdiyim kimi Kam sözü gün sözündən formalaşmış bir addır. İlk dövrdə insanlar bir titul, bir rəhbər adı müəyyənləşdirmək istədikdə insanlardan fərqli, yücə bir insanın olduğunu göstərmək istədikdə bunu gün sözü ilə ifadə edib. Və gün sözündən Kam sözü formalaşır. Daha sonra Kam sözü dini, rütbəni və Kam sözündə K-nın xilaşması ilə Xan sözü isə hərbi rütbəni ifadə edən sözə çevrilmişdir. Və həmin Kam sözünün tərs kombinasiyası bizim qarşımıza Maq kimi çıxır. Maqlar kimdir? Yenə Midiya dövlətində və Manna Midiya dövlətində dini rəhbərlər kimi bizim qarşımıza çıxır. Və Maqlar həmin dövrdə bütün dini ritüelları həyata keçirən bir tayfa olmuşdu və daha sonra Əhəmənilər sülaləsinin hakimiyyətə gəlməsindən sonra, daha doğrusu 1-ci Dara dönəmində həmin Maqlar təqibə uğradılır. Daha sonra isə saxta Maqlar vasitəsilə Fars otpərəstliyi yayılmağa çalışılmışdı. Bu necə baş verdi? İndi yenə qarşıda değinəcəm. Və bu arada mən qeyd etmişdim ki, demək, Maq yalnız Midiya dönəmində yox, ta qədim zamandan bir rütbəni, titulu, dini rütbəni, ümumi bir titul ifadə edən ad olmuşdu. Mən ilk dilin təhlilini apararkən burada ilk səsləri göstərmişəm və göstərirəm ki, ilk dildə, ilk səslərdən 9 baza samit səsdən biri M səsidir. Daha sonra M səsindən N səsi ayrılıb. Yəni M-N səsi əslində fonetik olaraq eyni sözdür bütün dillərdə. Yalnız günümüz dillərində biz onları fərqli başa düşürük. Və eyni ilə 9 baza samit səsdən biri K səsi olub. K səsindən Q, X, H, G kimi səslər ayrılıb. Yəni dolayısıyla Maq və Nuh sözü eyni sözdür. Yəni M-nın nılaşması K-nın hılaşması ilə. Nuh bizim qarşımıza səmavi dinlərdə çıxan bir peyğəmbər adıdır. Lakin müəyyənləşdiririk ki, demək ki, burada olan Nuh konkret bir şəxsin adı yox, elə o dövrdə danışılan topluluğun rəhbərinin adıdır. İndi Nuh adının təhlilini qarşıda verəcəm. Lakin Maq nə deməkdir? Maq əslində həmçinin
eski Türk dilində və proto-Hami Sami dilində günəş mənasına gəlmişdi. Yəni ki, necə ki gün sözü günəş mənasına gəlir və onun tərs kombinasiyası olan maq sözü də günəş mənasına gəlmişdi. Biz fars dillərində mehr sözünün günəş mənasına gəldiyini görürük. Amma və amma ən vacibi isə Orta Asiya türklərində sağ, zəhət mənasına gələn sözün onq olaraq ifadə olunduğunu görürük. Artıq m səsinin eyni olduğunu qeyd etdim. Yəni maq və onq sözü eynidir. Yaxşı, onq Orta Asiya türklərində sağ mənasına gəlməsi nə ifadə edir? Bunun üçün ilk əvvəl biz sağ sözünün necə yarandığını bilməliyik. Sağ əl mənasına gələn sağ sözü, yəni cəhəti bildirən sağ sözü əslində işıq söz kökü ilə eyni kökdür. İnsanlar günəşin doğduğu tərəfə işıq və sağ demişdi və eyni ilə insanın daha fəal olan tərəfi sağ əli, sağ ayağı isə yenə işıq ilə, güc ilə simvollaşdırıb bura sağ demişdi. Və sağ əlin ziddi kimi insanın daha az fəal olan tərəfinə isə solmaq söz kökündən sol adını ifadə etmişdi. Bu Hind-Avropa dillərində də qor sözünün tərs kombinasiyası olan rak sözündən right olaraq qarşımıza çıxır. Lakin mövzunu dağıtmaq istəmirəm. Demək ki, biz nəyi müəyyənləşdirdik? Gün sözündən xan sözünü formalaşdırmışıq titul olaraq və eyni ilə gün sözünün tərs kombinasiyası olan maq sözündən biz nuh sözünün bir titul olduğunu görürük və eyni ilə onq sözünün əski türk dilində sağ, yəni işıq mənasına gəldiyini müəyyənləşdirdik. Bu zaman növbəti sual qarşımıza çıxır. Şümerlərdə rəhbər mənasına gələn enki adı, en və ki iki ayrı sözün birləşməsidirmi, yoxsa elə maq və türklərdə sağ mənasına gələn sağın sinonimi olan onq sözü ilə eyni sözdürmü? Və bunu düşünə duraq, keçək növbəti hissiyə.